Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarında səfərdədir. İsa Məsihin sonuncu gün müqəddəsləri kilsəsinin icması və Stirling Fondunun dəvəti ilə Utah ştatına səfər çərçivəsində bütün Qafqazın şeyxi G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Cole Durham ilə görüşüb. Görüşdə həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və millət vəkili Cavanşir Paşazadə, həmçinin Stirling Fondunun vitse-prezidenti Nicole Stirling iştirak ediblər. Səmimi şəraitdə keçən görüşdə tərəflər qarşılıqlı etimada və ortaq məqsədlərə əsaslanan əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. Assosiasiyanın və onun prezidentinin fəaliyyətini yüksək qiymətləndirən bütün Qafqazın şeyxi assosiasiyanın dünyanın müxtəlif yerlərində təşkil edilən 5 forumunda ardıcıl olaraq iştirak etdiyini və bu platformanın işinə öz töhfəsini əsirgəmədiyini qeyd edib. G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti cənab Cole Durham Azərbaycan prezidentinin və Azərbaycan xalqının salamlarını böyük ehtiram və minnətdarlıq hissi ilə qəbul edərək ölkəmizə uğurlar və firavanlıq arzulayıb. Cole Durham G20 Dinlərarası Forumun strukturunda nəzərdə tutulan islahatlar barədə geniş məlumat verib və bu islahatlarla bağlı Şeyxülislamın böyük təcrübəsinə istinadən ondan öz tövsiyələrini verməsini xahiş edib. Bütün Qafqazın şeyxi təklif olunan islahatları yüksək dəyərləndirib. Bu barədə öz fikir və tövsiyələrini bölüşüb. Tərəflər dinlərarası forumun strukturunda islahatların aparılması prosesi əsnasında öz aralarında məlumat mübadiləsi aparmaq barədə razılığa gəliblər.